Marneuli bələdiyyəsində mərkəzi və yerli hakimiyyət nümayəndələri Xudorl-Eşbəddin və Yuxarı Qullar kəndlərində həyata keçirilən infrastruktur layihələri ilə yerində tanış olublar. Səfər çərçivəsində onlar Alget çayı üzərində aparılan sahil bərkitmə işlərini nəzərdən keçirib. Yuxarı Qullarda isə daxili yolların bərpa işlərinin gedişi ilə maraqlanıblar. Hər iki layihə yerli sakinlər üçün böyük əhəmiyyət daşıyır. Çünki əhali uzun illərdir sözü gedən infrastrukturun qaydaya salınmasını tələb edirdi. Bu baxımdan Alget çayı üzərində aparılan sahil bərkitmə işləri xüsusi əhəmiyyət kəsb edir. Çayın daşması dəfələrlə həm infrastrukturun zədələnməsinə, həm də əhali üçün təhlükə yaranmasına səbəb olub. Marneuldə bir çox infrastruktur layihələr həyata keçirilir. Onların hər biri yerli büdcədən maliyyələşir. Biz bugün bir neçəsinə baş çəkdik. Xudorl-Eşbəddin kəndində əhalinin təhlükəsizliyi üçün sahil bərkitmə işləri aparılır. Yuxarı Qullar kəndində avtomobil yollarına asfalt qatı çəkilir. Əhaliyə demək istəyirəm ki, burada 3 yola təxminən 2 kilometr məsafəyə asfalt qatı salınacaq. Beləcə sakinlər rahat və təhlükəsiz hərəkət edə biləcəklər. Çayların ətrafında sahil bərkitmə işlərində aparırıq ki, çay daşqınlar olanda əhali zərər çəkməsin, evlərə su dolmasın və bu istiqamətdə bugün Xudorl-Eşbəddin kəndində gedən işlərlə tanış olduq. Həmçinin layihələr çərçivəsində artıq bir çox kəndlərdə daxili yolların asfaltlaşdırılması başlayıbdır. Bugün Qullar kəndini ziyarət etdik. Həm biz xalqın burada istəklərinə qulaq asdıq, onlar tərəfindən çox müsbət energiya hiss edirik. Onlar bəzi burada həyata keçmiş layihələrə görə bizə minnətdarlığını bildirirlər. Ancaq burada bəzi problemlər var. Hansı ki, gərək diqqət götürülə və ölçüsü götürülə və biz bununla bağlı gələcəkdə öz addımlarımızı mütləq atacağıq. Yerli sakinlərlə keçirilən görüşdə vətəndaşlar öz ehtiyacları və davam edən tikinti prosesi barədə danışıblar. Onların qiymətləndirməsinə görə infrastruktur layihələri mühüm əhəmiyyət daşıyır. Lakin əsas gözlənti işlərin keyfiyyətlə və vaxtında başa çatdırılmasıdır. Bizim bu körpümüzü başlayıb düzəldirlər. Çox minnətdarıq, çox təşəkkür edirik. Ona görə ki, qubernator, bizim deputatımız, bizim yerimiz gəlib maraqlanır. Bizim yolumuz asfalt olur. Axıra kimi davam eləsin, axıra kimi işlənsin. Yaxşı olsun, marşrutkamız gəlsin, geçsin. Bizim uşaqlarımız, nəvələrimiz hamısı Marneulda oxuyur. Yollarda qalırlar, gedib gələ bilmirlər. Amma yolumuz yaxşı olsa, bizim uşaqlarımız da oxumağı davam eləyər. Çox sağ olsun, bu dövlətdən biz çox razıyıq. Problemimiz yoxdur. Problemimiz bu asfalt idi. Asfalt da canları sağ olsun. Hamısı da köməkliklə çəkdilər, çəkirlər. Allah razı olsun, canları sağ olsun. Bizim problemimiz tolka bu uşaqların orada bağçalarıdır. Onun qırağını da düzəltsinlər ki, uşaqlarımız yola çıxanda maşın vurmasın. Bir də tramplin istəyirik, tramplinləri düzəltsinlər. Hər iki infrastruktur layihəsi yerli büdcə hesabına maliyyələşdirilir. Xudorl-Eşbəddin kəndində Alget çayı üzərində sahil bərkitmə işləri üçün 87.568 layihə ayrılıb. Yuxarı Qullarda daxili yolların bərpası layihəsinin dəyəri isə 1.049.699 larini təşkil edir. Marneulidə gələcəyi ək, təbiətin dostu ol layihəsi çərçivəsində onlar yenə də böyüyəcəklər. Monumental abidəsinin ətraf ərazisi təmizlənib və 150 ədəd çoxillik ağac tinqi əkilib. Ekoloji aksiyada gənclər fəal iştirak ediblər. Təbiətlə paralel olaraq təbiətin qorunması və ekoloji məsuliyyətin əhəmiyyəti barədə maarifləndirməyə xidmət edən müxtəlif idraki və əyləncəli fəaliyyətlər təşkil olunub. Məqsədimiz abidənin ətrafını təmizləmək və ağac əkməkdir. 150 ağac əkərək 10.000 kvadrat metr sahəni təmizləyirik. İqlim dəyişikliyi fonunda təbiətə qulluq insanlar üçün vacib addımdır. Dünya Təmizliyi Günü adlı təşkilat mövcuddur. Onların təşəbbüsü ilə buraya toplaşmışıq. Təşkilat ağacları və bir sıra gəncləri buraya dəvət etdi. Meriya olaraq biz də Gənclər Şurası, məktəb gəncləri və idmançıları toplamışıq.
Biz gənclər ətraf mühitin qayğısına qalmışıq. İstərdim ki, bu cür tədbirlərə daha çox insanlar qatılsın. Marneolidə yenə də böyüyəcəklər abidəsi ətrafındayıq. Məqsədimiz buranı təmizləyib ağaclar əkməkdir. Qardabani Bələdiyyəsinin Mədəniyyət evi keçə sənətinə həsr olunmuş rəngarəng sərgiyə ev sahibliyi edib. Ekspozisiyada şagirdlərin hazırladıqları əl işləri nümayiş etdirilib. Tədbirdə müxtəlif mövzularda hazırlanmış kompozisiyalar təqdim olunub. Bu əsərlər iştirakçıların yaradıcılıq bacarıqlarını, fərqli baxışlarını və böyük zəhmət tələb edən iş prosesini əks etdirib. Sərgi ziyarətçilərə ənənəvi əl sənəti ilə müasir ideyaların vəhdətini təqdim edib. Mədəni tədbirdə yerli sakinlər və incəsənət sahəsinin nümayəndələri iştirak edərək regionda bu cür layihələrin əhəmiyyətini xüsusi vurğulayıblar. Sərgimiz 2025-26-cı tədris ili ərzində hazırlanmış əl işlərinin yekun sərgisidir. Şagirdlərimiz müxtəlif layihələrdə və sərgilərdə yer alırlar. Bu yaxınlarda Gürcüstanı tanımaq istəyirəm müsabiqəsində iştirak etdik. Şagirdlərimizin əl işləri çox bəyənildi. Mükafatlara və medallara layiq görüldülər. Bütün bunlar üçün Qardaban yerli hakimiyyətinə təşəkkür edirəm. Gürcüstan Müdafiə Nazirliyinin Ordu düşərgəsi layihəsinə start verilib. Rəsmi açılış mərasimi Kocoridə Georgi Ansuxelidze adına Serjantlar Akademiyasında keçirilib. Bu il Ordu düşərgəsi Müdafiə qüvvələrinin təlimi və hərbi təhsil komandanlığının 2 bölməsində Kocoridə və Saçxeridə Polkovnik Besik Kutatiladze adına dağ hazırlığı məktəbində təşkil olundu. Bu layihəni ərsəyə gətirən bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Həmçinin ordumuzun təlimatçılarına, müəllimlərə və sizinlə birlikdə düşərgədə olan, sizə bilik verən din xadimlərinə minnətdarlığımı ifadə edirəm. Bu həqiqətən də unikal bir fürsətdir. Siz həyatınız boyu sizinlə qalacaq mühüm biliklərə yiyələnirsiniz. Ötən ildə düşərgənin açılışında iştirak etdiyim üçün çox xoşbəxtəm. Gənclərlə görüşdüm. Onların təəssüratları və emosiyaları həqiqətən unudulmazdır. Bu yadda qalan günlər onların yaddaşında ömür boyu qalacaq. Çox vacibdir ki, bu il ilk dəfə olaraq ordu düşərgəsinə patriarx saatı komponenti əlavə olunub. Bu çərçivədə siz milli və mənəvi dəyərlərimiz haqqında söhbət etmək imkanı əldə edəcəksiniz. Bu son dərəcə mühüm bir layihədir. Layihənin həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Müdafiə Nazirliyinə, Təhsil Nazirliyinə, Gənclər Agentliyinə və hər bir təlimatçıya minnətdaram. Ordu düşərgəsində keçirdiyiniz günlər hər biriniz üçün çox əhəmiyyətlidir. Hamınıza uğurlar və maraqlı yadda qalan günlər arzulayıram. Xüsusilə arzulayıram ki, burada ordu düşərgəsində keçirəcəyiniz günlərdən həmyaşıdlarınızla yeni dostluqlar qurmaq, düşərgə çərçivəsində sizə veriləcək bilikləri mənimsəmək üçün səmərəli şəkildə istifadə edəsiniz. Eyni zamanda bu gözəl mühitdə vətəniniz, ailəniz və ölkənizin gələcəyi haqqında düşünmə fürsəti əldə edəsiniz. Yay toplantıları keçmişdə də həmişə böyük əhəmiyyət daşıyıb. İstər idman, istər təhsil, istər dağ hazırlığı, istərsə də yürüş və digər növ düşərgələr olsun. Belə tədbirlərdə iştirak edən yeniyetmələrin qəlbində və düşüncələrində silinməz iz buraxıb. Hər bir serjanta, zabitə, Saçxerə dağ hazırlığı məktəbinin nümayəndələrinə, Kocori Serjantlar Məktəbinin təmsilçilərinə və gənclərin qayğısına birbaşa qalan bütün insanlara təşəkkürümü bildirmək istəyirəm. Bu gənclər üçün əsgər və zabitlərin gündəlik həyatını yaxından tanımaq, vətənə xidmətin nə demək olduğunu dərk etmə baxımından unikal bir imkandır. Eyni zamanda onlar müxtəlif istiqamətlər üzrə təcrübə və bilik əldə edir, eləcə də vətənimiz, vətənpərvərlik, milli dəyərlər, ailə müqəddəsliyi və əlbəttə ki, kimliyimiz kimi ən vacib dəyərlər haqqında söhbətlər aparırlar.